Xankəndi, tarixin susqun şahidi. Son günlərdə isə yeni bir müzakirə mövzusuna çevrilib. Rusiyanın Xankəndidə baş konsulluq açmaq niyyəti. Bu xəbər Qarabağla bağlı xoş sükutu qəfil qopan fırtına kimi pozdu. Konsulluğa belə tərif vermək olar. Yad diyarlarda doğma torpağın nəfəsini hiss etdirən bir məkan. Adətən məsləhətləşmə ünvanı kimi tanınır. Konsulluğun əsas məqsədi ondan ibarətdir ki, orada olan bu və digər ölkənin vətəndaşlarına xidmət göstərməkdir. Əgər orada vətəndaşları yoxdursa, onda konsulluğun orada nə ilə məşğul olması sual altındadır və təəccüblü görsənir. Yəni, konsulluq əslində xaricdə yaşayan vətəndaşla ölkəsi arasında bir körpüdür. Burada pasportlar yenilənir, vizalar alınır, hüquqi məsləhətlər verilir. Amma konsulluğun açılması üçün tərəflər əvvəlcə rəsmi danışıqlar aparmalıdır. Qarabağda ilk konsulluq açmaq niyyətini Türkiyə Xankəndi hələ azad olmamışdan əvvəl elan edib. Bu istəyini vətəndaşlarının burada bərpa işlərinə cəlb olunması ilə əsaslandırıb. Moskvanın ise könlünə niyəsə qəfildən Qarabağda diplomatik missiya açmaq düşüb. Rusiyanın parlament üzvüsünün belə deyək, bu fikri səsləndirməsi doğrusu mən onu başa düşmürəm. Çünki konkret nəyə görə bu açılır və nəyə görə belə istək olub, o hələ də sual altındadır. Mən doğrusu belə fikirləşirəm ki, bu hansısa səhv bir bəyanatdır və biz başa düşməliyik ki, bu adam keçmişdə Xarici İşlər Nazirlikdə işləyirdi, indi isə parlamentdə işləyir. Ona görə onun bu fikirləri səsləndirməsi hesab eləyirəm ki, rəsmi müraciət deyil və əminəm ki, diplomatik təmaslar nəticəsində bu məsələyə aydınlıq gətiriləcəkdir. Ya da Rusiya necə deyərlər damar yoxlayır. Bəs niyə məhz Xankəndidə? Axı bu şəhərdə nəinki rus, heç erməni də yoxdur. Üstəlik şəhərdə hələ məskunlaşma başlamayıb. Xocalda yaşayan rus sülhməramlılar da artıq Azərbaycanı tərk edib. Baxmaq lazımdır ki, Rusiya vətəndaşları Azərbaycanda harda daha çox yaşayır və yaxud gəlib gedir. Burada bir neçə bölgə var. Cənub bölgələridir, bu Lənkəran şəhəri ola bilər, Gəncəbasar zonasıdır, yəni Şəmkir istiqamətidir və s. Orada Rusiya vətəndaşlığını qəbul edən, amma Azərbaycanlı mənşəli insanlar gəlib gedir və yaxud onlara müəyyən xidmətlər göstərilə bilər. Bu daha məntiqli görsənir, nəinki Rusiya vətəndaşı olmayan Qarabağ iqtisadi bölgəsi. Ortada hələ ki rəsmi müraciət də yoxdur. Bu konsulluğun açılması böyük sual altındadır. Azərbaycanlıların bu mövzuda narahatlığı başa düşüləndir. Bəs ermənilərin ki, xəbər yayılan kimi ermənilərdən gülməli iddialar səslənməyə başladı. Güya Azərbaycan və Rusiya erməni müxalifəti ilə birləşib. Bunu Moskvanın bölgədə yenidən möhkəmlənmək cəhdi və qərbə qarşı hiləgər planı hesab edənlər də var. Digər qisim ermənilərin fantaziyalarının isə həddi yoxdur. İddia edirlər ki, Rusiya erməniləri rus pasportu ilə Xankəndidə yerləşdirəcək. Bu və digər milli azlıqların ölkəyə qayıtması ilə əlaqədar indi Azərbaycan və Ermənistan arasında danışıqlar gedir. Yəni bizim mövqeyimiz ondan ibarətdir ki, paritet şəklində bu təşkil oluna bilər. Və bunların təhlükəsizliyi, əgər belə bir şey baş versə, təhlükəsizliyi təmin edən dövlətdir, qəbul edən dövlətdir. Orada konsulluğun olub-olmaması hüquqi baxımdan onlara aid deyil. Və hesab eləyirəm ki, sadəcə olaraq kimsə gərginliyi artırmaq üçün müxtəlif fikirlər səsləndirir. Rusiya sülhməramları Azərbaycan ərazisini tərk edir və bu imkan yaratdı Paşinyan hakimiyyətinə öz ərazisindən də həm Rusiya sülhməramlıları üçün, logistik xidmətlər üçün verdiyi məkanlardan Rusiya hərbçilərini çıxartsın, eyni zamanda Azərbaycan sərhədlərində yerləşdirdiyi Rusiya hərbçilərini də çıxartmağa. Yəni bu imkan yaratdı. Yəni Azərbaycanın ehtiyacı da yoxdur. Hər hansısa bir digər ölkənin
Ermənistanın qarşı istifadə eləsə, Azərbaycanın özünün gücü kifayət qədərdir. Bəs Rusiya Xankəndidə konsulluq açmaq planını həyata keçirə bilərmi? Rəsmi Bakı buna razılıq verərmi? Vaxtilə Rusiya tərəfi belə bir istək bizə çatdırdı ki, Naxçıvanda konsulluq açmaq istəyirlər. O vaxtları Azərbaycan tərəfi təxminən belə bir cavab verdi ki, orada Rusiya vətəndaşları artıq yoxdur və orada konsulluğun açılması mənasızdır. Və iqtisadi əlaqələr də demək olar ki, yoxdur. Yəni, hər bir şey məntiqi baxımından təhlil olunmalıdır və əminəm ki, lazımi cavablar veriləcəkdir, əgər müraciət olsa. Azərbaycanla Rusiya arasında balanslaşdırılmış, bərabər səviyyəli münasibət var. Rusiyalı senatorun bu açıqlamasının ümumi mənzərəni dəyişdirəcəyi güman edilmir. Unudulmamalıdır ki, bölgədə son sözü Bakı deyir.